Xoş gördük dəyərli dostlar, hər vaxtınız xeyirli olsun. Masazı qəsəbəsindən sizi salamlayıram. Burada bir padmayaq evimiz çıxıb 6 mərtəbəli binanın 2-ci mərtəbəsində. Yaşayışlı binadır. Binanın ümumi sənədi kupsadır, mənzilində sənədi kupsadır. Padmayaqdır, yəni təmirsiz mənzildir. Hazırda satışa çıxarılıb təcil olaraq əlim yanında pul lazımdır. Gəlin görsədim sizə, yerləşmə yerdə düz mərkəzi yolun masazında, mərkəzi yolun kənarında yerləşir. Bura, bu hissə, giriş hissədir bura. Burada sanitar qovşağıdır. Evimiz təmirsizdir. Padmayaq şəklində satılır. Kim alsa bunu təmir edib, rahatlıqla yaşaya bilər. Kvadratın indi sizə açıqlayacağım. 72 kvadratdır. Ümumi sahəsi 72 kvadratdır müqavilədə. Amma sənəd kupsadır, kupsası var. Kupsası rahatlıqla alqı-satqı kupsana gediləcək, notarial qaydada. Kvadratı 1100 manatdan deyilir bura. Cüzi endirim olunacaq. Cüzi endirim olunacaq. Gəlin buradan balkondan sizə görsədim. Bax bu hissədə. Gəlin bax burada. Burada bax KTV-lə üzbəüz olan, Madeira mebel salonundan üzbəüz olan 6 mərtəbəli binanın 2-ci mərtəbəsindədir. Bax belə bir şossedir, bax görürsünüz. Düz mərkəzdədir. Bura oldu zal hissəsi. Zal hissəsi haradasa 20 kvadratdır ölçüsü. Bura uşaqlar üçün yataq otağıdır. Yəni bura əvvəl olub mətbəx kimi hesab olunur, amma 3 otağa düzəltmək olar. Bax buranı elib uşaqlar üçün 2 balkonudur, skvaznoydur. Burada da eyvanı var. Bu tərəfdə də eyvanı görsətdim. Bura mətbəx nəzərdə tutulub. Mətbəx. Kvadratı 72 kvadrat 1100 manatdan. Burada onun yataq otağıdır. Geniş yataq otağıdır. Haradasa 12, 13, 14 kvadrata yaxındır burada. Gəlin, baxın, alın. Sənəd kupsadır. Rahatlıqla notariusla alqı-satqı olunacaq. Kanalımıza abunə olun. Videonu bəyənin. Sağ olun, minnətdarım bizə.